Hörmətli cənab prezident, hörmətli sakinlərimiz, paytaxt sakinlərimiz, bizim bugün gördüyümüz bu mənzərə heç də nə Samolidir, nə bərbad olunmuş erməni tərəfindən dağıdılmış Azərbaycan torpaqlarıdır. Bu, Bakı şəhərinin paytaxtı, ən mərkəzi rayonlarından biri, Nərimanov rayonunun Aşıq Molla Cümə 11, 11B, 13, 15 və digər evləridir. Burada artıq 20-ci ildə bütün xalqımız, cənab prezident, sizin, bizim, hamımızın zəhmət çəkdiyimiz bir dövrdə, qanyaş axıtdığımız bir dövrdə 20-ci ildə aldıqları proyekt MTK tərəfindən, Baystorm MTK tərəfindən tərcüməsi Ağdaş, hansı ki bugün Aşıq Molla Cümənin sakinlərinə qara daş kimi başına düşür. Sadəcə olaraq bunu belə də demək istəyirəm. Bizim həyatımızı qara daşdan da pis günə qoyublar. Biz bugün çox ağır bir həyat yaşayırıq. Bu MTK, Bayston MTK, xahiş edirəm baxın, xətləri kəsib, qazanxanamızı kəsib, bizim qazımızı kəsib, elektrik liniyaları, elektrik keçən xətləri, qaz xətləri ilə demək olar ki, birləşdirib. Biz bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Fövqəladə Hallar Nazirliyi də baxmır. İcra hakimiyyəti də bu işdə heç bir köməklik göstərə bilmir. Ona görə ki, proyekti alanda artıq zibilxananın içində yaşayırıq. Proyekti alanda artıq 20-ci ildə hamının gözündən qanyaş axıdıldığı bir zamanda, bu binada yaşayan oğulların müharibədə olduğu bir zamanda proyekt alınıb, satılıb lazımı qədər. Amma burada yaşayan insanların hər birinin körpəsindən tutmuş böyüyünə qədər haqqı tapdalanır. İnsan hüququ tapdalanır bu kiçik bir məkanda. Burada istədikləri kimi iki qırmızı xət, özləri üçün qırmızı xət qoyublar. Biz sakinlər üçün heç bir qırmızı xət yoxdur. Qırmızı xəttin bir tərəfində cənnətdən işıqlar yanır. Buyurun, baxın. İşıqlar yanır. Digər tərəfində isə cəhənnəm odunda yanırıq səhərə qədər. Soyuqdan donuruq. Körpələrimiz xəstələnir. Özümüz xəstə adam. Xəstəxanalardan gəlib soyuq yorğan döşəyə bürünürük. Və bu sakinlərin hamısı etiraz etmək üçün yığılıblar. Gördüyünüz qarşımızdakı o bina Leyla xanım Əliyevanın ideya təşkilatı ilə körpələrimiz üçün düzəltdiyi gözəl bir mənzərəli yeri, uşaqlar üçün lazım olan yeri tamamilə dağıdılmışdır. Biz bunların hamısına tədricən göz yumduq. Amma bugün etiraz etməyə məcburuq. Biz dövlətimizdən şikayətçi deyilik. Sadəcə olaraq MTK-nın rəhbərliyindən, Bayston MTK-sının rəhbərliyindən şikayətçiyik. Pulları var, pulsuz insanları əzib, ədalətsizlik edirlər. Çox xahiş edirik ki, səsimizə səs verin. Hörmətli vitse-prezidentimiz, hörmətli Mehriban xanım, hörmətli Leyla xanım, hörmətli Arzu xanım, cənab prezidentimiz, sizin dəmir yumruğunuza ehtiyacımız var, yumruğunuzun küləyinə ehtiyacımız var. Bugün bizə səs verin. Bax, burada dayanan bu qardaşların qazilərdir. Burada dayanan oğullar, veteranlardır. Vətən uğrunda döyüşənlərdir. Mən şəxsən 2 şəhidin ailə üzvüyəm. Və biz bugün əgər belə bir həyatda yaşayırıqsa, bizim üçün heç bir dönəm yoxdursa, işığımız sönür, soyuqdan donuruq, günəşimiz sönüb, bizim nə şəmsimiz var, nə ayımız var. Cənab prezident, səsimizə səs verin. Xahiş edirik, bütün sakinlər adından. Biz desək, sakinlərin hamısı yığılıb gəlib töküləcəklər. Amma bizim səsimizə səs verən yoxdur. Mən çox istəyərdim ki, burada kəsilmiş bu MTK tərəfindən kəmərlər, qaz turbaları, bunlar göstərilsin. Bunlar özlərinin qırmızı xəttini göstərirlər bizim üçün.
Amma bizim heç bir qırmızı xəttimiz yoxdur. Yəni bizim yaşamaq hüququmuz yoxdursa, gömüləyin. Sözün bitdiyi andır. Bax, bu zibilxana içərisində Azərbaycan ziyalısının yaşaması, bu zibilxana bu gündə yaşamasının biz buna haqq etməmişik. Burada yaşayan sakinlərin içərisində fəhləsi də var. Burada yaşayan sakinlərin içərisində elm xadimləri də var. Burada yaşayan sakinlərin içərisində hüquqşünaslar da var. Müəyyən insanlar, adi insanlar, o insanlar ki, öz alın tərləri ilə yaşayırlar, öz zəhmətləri ilə yaşayırlar, öz qələmləri ilə çörək pulu qazanırlar. Amma biz işıq pulu da verə-verə, biz necə deyərlər, istilik təchizatını da ödəyə-ödəyə, bütün bu pulların hamısını dövlətdən heç bir gözü kölgəliyimiz yoxdur. Biz dövlətimizə qeyrətlə qulluq etmişik. Dövlətimizdən də xahiş edirik ki, səsimizə səs versinlər. Bugün biz çox pis vəziyyətdəyik. Bugün Azərbaycanın paytaxtı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümək küçəsində bərbad bir vəziyyətdir. İnsanları sadəcə olaraq xəstəliyə yuvarlayırlar. Budur, bu başdan ayağa virusdur. Bizim girməyə yerimiz yoxdur. MTK hamını yaman günə qoyub. Və çox istəyərdik ki, əgər bizim körpələr, indi mən sözü verəcəm, digər sakinlərimiz də sözlərini deyəcəklər. Əgər bizim körpələr burada qaz xətti keçən bir yerdə, elektrik xətti əgər bərabərdirsə, yan-yanadırsa, partlayış olarsa, biz körpələrimizi və qocalarımızı heç cürə çıxarda bilməyəcəyik. Bizim səsimizə biz təbil siqnalını vururuq. Biz zərbə vururuq, biz xahiş eləyirik, sizə yalvarırıq. Sizdən mötəbər prezidentimiz səsimizə səs verin və bizim bu həyətdə bir asuda hansısa bir günümüzü təmin edin. Xahiş edirəm, bu özbaşınalığa son qoyun. Buyurun, xahiş edirəm. Göstərin orada o şeylərin hamısını. Yox, məsələ odur ki, hər bir binanın öz qırmızı xətti olmalıdır da. İndi MTK qeyd edilir ki, gəlib tam bura kimi çatıb. Bura çatıbsa, nətər ol bu binanın qırmızı xətti yoxdur. Bu binanın yaşayanlar maşın harda saxlasın, necə gedib gəlsin. Bu qanunvericilikdə yəqin ki vardı. Yəni ha da əvvəl bizim uşaqların meydançası var idi. Bağlayıblar meydançanı. Deməli onların uşaqları uşaqdır. Bizim uşaqlarımız uşaq deyil. Nətər olur ki, burada Sovet vaxtından bu binanın tikilmişdən burada uşaqlar meydançası var idi da bu hissədə. Bunu tamamilə bağlayıb, özünə meydança yaradıb, bizim uşaqlar meydançada yəni gəzə bilməz, oynaya bilməz, yəni. Yox, qanunvericilikdə var axı. Qanunvericilikdə var ki, hər binanın öz sahəsi olmalıdır, müəyyən sahəsi olmalıdır. Yəni bizim binana bura heç 10 metr yoxdur. 10 metrdən sonra zaborunu buradan çəkir. Deməli buradan bu qaz xətti bizim əvvəl oradaydı, həmən o sahədəydi. Gətirdi burada plasmas truba ilə altdan çəkib ora reduktor qoyublar. Böyük podstansiya, balaca, yəni böyük balaca indi bilməm, yəni qaz podstansiyasını qoyublar ora. Əvvəl o podstansiya həmən orada içəridə idi. Bizim binadan aralıdaydı. İndi heç 25 metr yoxdur. Bax burada podstansiya gətirib burada tikiblər təzəlikcə. Üstündə qəşəng sırazur əhliyiblər. Yəni bu cür şəkildə əvvəl oradaydı. Körpələr oturur, burada da qaz. Haysa, burada körpələr işıq podstansiya. Burada uşaqlar bir dənə top partasa, bir dənə qaz partasa. 6 kvallıq podstansiya, burada uşaq oturmağa, burada da podstansiya qaz üçün. Buradan o məhəlləyə o yola çıxışımız var idi, onu da dayandırıblar. Onu da kəsdilər yolumuzu. Hər 20 metrdən bir yol var idi. Bir dənə yol saxlanır. Bu körpə necə otursun, cəmaət necə otursun? Qaz xətti bunun altı ilə plasmas truba ilə. Buradan burada ev, bir daha burada partlayış olsun. Bir hadisə olanlar cəmaət hara qaçacaq? Bəlli deyil. Yox, bura bir pajarlı maşın giriləsi də yer yoxdur. Pajarlı maşın belə girə bilməyəcək bura. Allah uzaq eləsin, yəni bu yanğın maşını bura girməyə imkanı yoxdur. Deməli, əvvəl bizdə bu bütün binaların, bir də o birisi 5 mərtəbəli binaların zibil qutuları hamısı burada səliqəli şəkildə, bu hissədə, bu torpaq olan hissədə dururdu hamısı. İndi buradan köçürdüblər, ta bura
bunun qabağına kimi düz demək olar ki, binaların düz ağzına gəlib giriblər. Ondan safaya. Deməli bu binaların hamısının zibilxanaları, zibilləri gəlir bu içəridə saxlanılır və zibilin daşınması, zibil maşını gəlir buradan belənsinə, buradan daşıyır. Bütün MTK-larda görmüşük ki, zibil maşını əgər MTK-ya aiddirsə zibil, gəlir onun məhləsindən aparır. Niyə digərinin məhləsindən ki, bu zibilləri aparsın? Məsələ odur. Ondan sonra bəlli olmayan bir qarajı gətirib bura qoyublar. Yəni, məsələ çox ciddi şəkildə bu insanlara narahat eləyir və buna bir əncam çəkilməlidir və iş düzgün şəkildə idarə olunmalıdır. Birinci gündən yığılmalıydık ki, başqa bu çıxılməmə. Böyle şey oldu. Danışmayalım. Amin o şeyləri də deyil. Kim necə bilmirəm də mən başqa Deməli şey bu ondan səfayı bu MTK-ya aid olan binalar tikiləndən sonra bizdə daimi kanalizasiya problemi yaşayırıq. Çünki kanalizasiya kollektorla burada hardasa buralarda ortalıqdaydı. Bu MTK tərəfindən bağlanılıbdı. İndi səviyyə olaraq bizdə qalxıb, ona görə daimi birinci mərtəbələrdə, bizdə birinci mərtəbədən daimi kanalizasiya problemi var, aşır. Birinci mərtəbələrdə daimi kanalizasiya qalxır yuxarı. Biz də kanalizasiya idarəsini yığmaqdan bezmişik. Onlar gəlirlər, kanalizasiya müvəqqətini açırlar, 2 gündən sonra o kanalizasiya yenidən tutulur və bura başlayır daşmağa. Səbəbi isə bu kanalizasiya səviyyəsi düzgün olmadığına görə, çünki kollektorları, kanalizasiya kollektorunun bu Whitestone MTK tərəfindən bağlanılıbdır. Və kanalizasiya idarəsi onu düzgün vaxtında qulluq eləyə bilmir.